Salam hər kəsə. Deməli, bugün mən Koreyada ucuz mağazin olan, yəni bilənlər bilir, Daiso'dan aldıqlarımı göstərəcəm. Yəni siz deyin görək, Koreyada mı ucuzdur, yoxsa Azərbaycanda mı mallar ucuzdur? Bizi belə də bir şeylər almamışam. Hamısı abur burada. Deməli, bu yəqin ki bilirsiniz. Yosundur. Bu arada bunların hamısına bizim pulla 13 manat, yəni 12 manat 50 qəpik pul vermişəm. Böyle bir şey. Yəni dediyim ki hamısı abur cubur. Bu nem salfetkadır. Böyle bir çikolata. Şokolat. Bu deməli ramyon deyil də, ramyon kimi bir şeydir. Prosto yəni dəniz məhsullarındandır. Sevirəm mən. Bu yana sadəcə o birisindən fərqli olaraq bu elə bir ki makyaj silmək üçün salfetka deyil, solu salfetka, söz yadımdan çıxdı. Belə bir yenə abur cubur. Sonra bu qabyan pasta. Belə bir ne diyeyim, petsenya atıştırmalı ve duş geli. Bu arada bunu alanda zaten üstünde böyle chopstick verirler. Daha doğrusu özün götürürsən. Bu kadar. Yani deyin görək bu boyda məhsullar bayaqdan, yəni göstərdiyim məhsullar qiyməti Azərbaycanda mı, yəni 12 manat 50 qəpiyə bu qədər şey almaq olar, yoxsa Koreyada mı daha bahadır? Hələlik.